Değerli izleyiciler, bugün Tıp Müessesəsinin Təbii Cerrahi Xidmətində uzun müddətli difuz düyünlü ordan hendesəsinin pasiyent əməliyyata götürülür. Amma məsələnin şikayətləri son vaxtlar başlamışdır və əsasən boğulma və akşam yatanda bizim sorumlama olur da sizdə. Pasiyentdə nə qədər vaxt narahatçılıqla başlayıb sizdə, yəni bu boğulma əlamətləri? Bir aydır artıq boğulma. Çünki boğulmaya səbəbi isə nədir? Bu qalxanları bəzən ön səthində böyük bir düyün var və bu ön səthində olan düyün traxeyanın önündə olan düyündür. Nəfəs olsun sıxıyır və xəstədə nəfəs əlamətləri verir. İndi pasiyent əməliyyata gedir. Siz dünənki pasiyentinizdə gördünüz də dün əməliyyat olunur. Qorxmusunuz, narahatçılıq yox ki. Rahası, inşallah əməliyyatdan sonra da bir müsahibə verərsiniz. Digər pasiyentimiz isə dünən əməliyyat olunur. Bu pasiyentin əməliyyatı çox çətin keçdi texniki olaraq. Çünki xəstədə də uzun müddət Hashimoto tiroidi var idi və Hashimoto tiroidi fonunda qəz sərtləşmiş və traxeyanın arxasına doğru istiqamətlənmişdir. Çətinliklə də olsa biz traxeyanın arxa səthindən qalxan varibəzi xaric edə bildik və xəstə indi qısaca da məlumatlara indi sarısını dəyişdik. Əməliyyatdan sonraki yara səthi necə çarıq olunmalıdır? Yəni, yara açılır, betadin məhlulu vasitəsilə yara işlənilir. Sonra isə steril salfet qoyulur, yara bağlanılır. Siz qısaca məlumat verərdiniz. Sizdə nə idi narahatçılıqlar? Boğulma, hə? Əsas şikayət. Boğulmadır, ağrışmalar, ağrılar var. Boyun nahiyəsində ağrılar var. Çox ağrılar. Kəskin ağrılar var. İndi nə cür hiss edirsiniz? Çox sağ olun, həkim Allah sizdən razı olsun. Çox tarafdan çox gözəl. Gədəbəydən gəlmişsiniz də siz? Gədəbəydən gəlmişəm. Gədəbəydən də sağ olun. Bir şeydən Polat dəxmini var bir də boğulmalar. Uzun müddətdir. Müalicə almışsınız da siz? Müalicə getmişim, adlarını sevməzsəm də həkimlərə. Amma Hamısı reklamda gedən həkimlər. müalicə olunur, amma effekt vermədi deyə cərrahi əməliyyat seçirsiniz. Hə, məcbur oldum cərrahi əməliyyat. Dünən əməliyyat oldu. Çox sağ olun, Allah sizdən razı olsun. Necədir bizim tibbi personalın baxımı? Çox sağ olsun. Yaxşı baxımı. Allah hamımızdan razı olsun. Allah şəfa versin, personalınızdan sağlık versin ki, sizlərin xidmətində olsun. Allah sizi Sağ olsun. Allah kömək olsun, çəkmiş olsun.